Üstü qızarmış, içi yumuşaq, ləzzətli soba əti bişirərkən mütləq kivi ilə marinə etmək lazımdır. Neyi nə miqdarda istifadə etdiyimi postun altında qeyd edəcəm. Siz isə bəyənib dostlarınızla bölüşməyi unutmayın. Restoranlarda şeflərin sir kimi saxladığı tərəvəzli toyuq şorbasının reseptini bölüşüm sizinlə. İlk öncə tərəvəzləri, toyuq ətini, yağı, ədviyyatları və duzu əlavə edib qapağı bağlayıb yaxşıca bişiririk. Sonra tərəvəzləri əl blenderından çəkib toyuq ətini didirik. Didilmiş toyuq ətini şorbamızın içərisinə qatıb üzərinə cəfəri vurub limonla nuş edirik. Hazırlayanlara nuş olsun. Siz də ləzzətinə doyum olmayan, kabab dadında xırçıltılı toyuqları evdə hazırlamaq istəyirsiniz. Elə isə videoya baxın və açıqlamanı diqqətli oxuyun. İndidən hazırlayan hər kəsə nuş olsun. Mütləq başqalarıyla da paylaşın ki, hər kəs faydalana bilsin. Marketdən almadan evdə qaynatdığım süddən necə belə qaymaq əldə edirəm. Gəlin sizinlə də bölüşüm. Əslində çox sadədir. Bunun üçün sadəcə südü qaynatdıqdan sonra 20 dəqiqə lam ocaqda bişirmək və 5-6 saat soymağını gözləmək lazımdır. Siz də hazırlayın və nuş edin. Sadəcə 10 dəqiqəyə bu qədər ləzzətli bir yemək olduğunu mən də düşünməzdim. Çox ləzzətli alındı və sizinlə də bölüşürəm. Aşağı hissədən bütün ərzaqları qeyd edəcəm. Siz isə bəyənməyi və yazmağı unutmayın. Çox ləzzətli bir biber pastası hazırladım və sizinlə də bölüşmək istəyirəm. İlk öncə bazara gedib bir qədər iri və ətli biberlər aldım. Sonra isə aldığım biberləri bol su ilə yudum və 4 bucaq formasında doğrayaraq qazanın içərisinə yığdım. 1 saat bişirdim. Bişirdikdən sonra blenderdan çəkdim və hələ də içində qabıqları qaldığı üçün bir süzgəc vasitəsilə qabıqlarını çıxardım. Biber artıq hazırdır. Hazırlanan biberin üzərinə yağını, şəkərini, duzunu əlavə etdim. Biraz da bişirərək qatılaşmasını gözlədim. Qatılaşmış biberi öncədən yuyub hazırladığım bankalara doldurdum və bir ədyalın içərisində 3 gün saxladım. Bu ürün artıq qışa hazırdır. Siz də bəyənməyi, yazmağı və sevdiklərinizlə bölüşməyi unutmayın. Artıq qış qənimətləri hazırlamaq vaxtıdır deyib zoğal hazırlayıram. İlk olaraq zoğalları alıb bol su ilə yuyuram. Saplaqlarından ayırıb məcməyinin üzərində soyuducuda dondururam. Sonra isə saxlama qabına yığaraq bütün qış boyu istifadə edə bilirəm. Hazırlayan hər kəsə nuş olsun. Ən ləzzətli pomidor necə seçilir? Gəlin bu haqda danışaq. Pomidor seçərkən yarpaqların altı yarpaqlı və yarpaqlarının altının da al qırmızı olmasına diqqət edirəm. Belə olduğu halda pomidorlar ləzzətli və sulu olur. 5 yarpaqlı və yarpaqlarının altı azca göy olan pomidorlar isə kal və ləzzətsiz olur. Vişnənin tam mövsümü ikən mütləq bu salatı siz də hazırlayın. Xüsusilə də ət yeməklərinin yanına çox yaraşan bu salatı hazırlamaq çox asandır. Vişnələrin tumunu çıxarın, üzərinə doğranmış cəfəri və nanəni 2 diş də sarımsaq ləzzətlə nuş edin. Hazırlayan hər kəsə nuş olsun. Dəndən və çox ləzzətli plov əldə etmək istəyirsinizsə mütləq plovunuz bişdikdən sonra bu şəkildə ortasını açıb üzərinə istifadə etdiyiniz kərə yağını əlavə edin. 5 dəqiqə dəmə qoyun, sonra isə nuş edin. Bu üsulla hazırlayan hər kəsə nuş olsun. Sosyal medyadan öyrəndiyim bir hiylə daha. Əgər siz də keklərin içərisinə istifadə etdiyiniz meyvələrin kek qəlibinə yapışmağını istəmirsinizsə, istifadə etmədən öncə mütləq bu şəkildə unlayın. Əminəm ki, çox işinizdə yarayacaq. Bu üsulla hazırlayan hər kəsə indidən nuş olsun.
Əminəm ki, kənddə yaşayan, toyuq cücəsi olan bir çox izləyiciyə bu fikrim çox maraqlı olacaq. Bəlkə çoxlarınız bilirsiniz, bəlkə də bilməyənlər var. Bilməyənlərə fikir olsun deyə paylaşıram. Mən öyrəndim ki, keyiflə içib ləzzət aldığımız çayın tılfı əslində çox faydalıymış və bu toyuq cücənin qarın ağrısına birə-bir kömək edilmiş. Həm də onlar üçün ən sevdiyi yemək imiş. Mütləq yaddaşa verin, çünki bu post sizə çox lazım olacaq. Kələm dolmasının kələmini hazırlamaq hələ bu qədər asan olmamışdı. Artıq kələmi pörtlətməyə, qaynatmağa son. Kələmin sadəcə baş hissəsini kəsirik, duzluyuruq və bir klokun içərisinə qoyub bir gün buzluqda saxlayırıq. Sonra isə bu şəkildə istifadə edirik. Reyhanla xiyar qarışımını heç yoxlamısınız. Yanlarda bir də pendir qoyunca dadından doyulmaz. Bu üç ərzaqla çox mükəmməl bir salat alınır. İlk olaraq tərəvəzləri yaxşıca yuyuram, sonra quruluyuram. Xiyarı qabıqlarını soyub doğrayıram. Eyni şəkildə reyhanı və pendiri də doğrayıb xiyarın üzərinə əlavə edirəm. Sonra isə yarım limon, duz və zeytun yağı ilə dadlandırıram. Bir də bu üsulla yoxlayıb nuş edin. Mənə görə ən asan bişirilən yemək buğlamadır. Bəs siz necə ən asan hansı yeməyi bişirirsiniz? Bu yeməkdə ən çətin iş əti bir gün öncə qaynatmaq və tərəvəzləri incə-incə doğramaqdır. Videoda hər şeyi detaylı şəkildə göstərməyə çalışdım. Tərəvəzlərdən nəyi istifadə etdim, açıqlama hissəsinə qeyd edəcəm. Bu üsulla hazırlayan hər kəsə nuş olsun. Əgər ağız dadım dəyişsin, değişik bir salat yeyim deyirsinizsə, mütləq bu salatı siz də hazırlayın. Bizə lazımdır qırmızı biber, yaşıl biber, pomidor, yaşıl zeytun, limon suyu, zeytun yağı, naşarab, duz, biraz qoz, biraz da cəfərim. Hazırlayan hər kəsə indidən nuş olsun. Dənəsi 40 qəpiyə aldığım qarğıdalıdan qış üçün salatların bəzəyi olan qarğıdalı konservi hazırladım. İlk olaraq qarğıdalıları saplaqlarından ayırdım, yaxşıca yudum, videoda göstərdiyim şəkildə dənələdim. Dənələdiyim qarğıdalıları öncədən qaynatdığım qaynar suya atdım. Hazırlanıb bişən qarğıdalı dənələrini bankalara dolduraraq üzərinə şəkərini, duzunu əlavə edib bağladım. Hazırlayan hər kəsə nuş olsun. Nuggetda, kotletdə, bəzən də çəkilmiş ətdə istifadə etdiyim suxarini evdə özüm hazırlayıram. Bunun üçün çörəkləri yığıb soyuducuda saxlayıram. Sonra isə 190 dərəcədə sobada qızartıram. Azca üyüdürəm və bu şəkildə həm diri, həm də ləzzətli suxari alınır. Sizə də evdə hazırlamağınızı tövsiyə edirəm, çünki marketdən alınanda bəzən kiflənmiş iyi gələ bilər. Nar, soğan və yumurtanın bir-birini bu qədər tamamladığını başqa biri desə inanmaz. Ta ki özüm bu yeməyi hazırlayana qədər. İlk olaraq kərə yağını əritdim. Xırda-xırda doğradığım soğanları qızılı rəng alana qədər qovurdum. Sonradan üzərinə öncədən dənələdiyim narı əlavə edib narın şirəsinin çıxması üçün biraz gözlədim. Hazır olan nara yumurtanı əlavə edib yeməyi tamamladım. Balıq qızardarkən ətrafa yayılan kəskin qoxu biraz balıqdan gəlirsə, biraz da balığa vurduğumuz unun yanmasından gəlir. Sizə göstərəcəyim üsulla balıqlarınızı qızartsaz, əminəm ki, evdən kəskin qoxu gəlməyəcək. Mən hazırladım və çox razı qaldım. Sizlərin də işinə yarayacaq. Hazırlayan hər kəsə indidən nuş olsun.